74 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq qələbəmizdir. Biz həm 1-ci Qarabağ müharibəsinin, 2-ci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhərlərinin qanını döyüş meydanında aldı. Öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdi. Gözünü dayak məntəqəsi istiqamətində ilerlə, hadi odur. Azərbaycan ordusu hal-hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxır. 2020-ci il xalqımız üçün unudulmaz oldu. Sevinci ilə, kədəri ilə. Ən əsası isə qanlar, canlar bahasına əldə etdiyimiz qələbəsi ilə yaddaşımıza yazıldı. Bir olduq, birlik olduq. Dəmir yumruğa çevrilib, haqq savaşımızda düşmənə meydan oxuduq. Vətənə olan sevgimiz biləyimizdə gücə, qəlbimizdə cəsarətə çevrildi. Biləkli, ürəkli oğulların sayəsində torpaqlarımız azadlığa qovuşdu, ürəyimiz rahatlığa. Bu savaşda qəhrəmancasına şəhid olanlarımız da oldu, sağlamlığını torpaq uğrunda qurban verən qazilərimiz də. Əslən, Qərbi Azərbaycandan olan Orucov qardaşları kimi. Azərbaycanın hər güşəsi gözəldir, özünə məxsusdur. Zəngəzur isə bir başqadır mənə görə. Onun kəndi, kəsəyi, təbiəti seyr etdikcə insan yorulmur. Elə xatirələr də o qədər gözəldir. Siz, mən isə təəssüf ki, xatırlaya bilmirik. Yalnız şəkillərdən, bir də valideynlərimizin danışdığı sözlərdən öyrənirik o yerləri. Amma siz yenə xoşbəxtsiz, ən azından o yurtda dünyaya göz açmışsınız. Mən 1988-ci ildə Qərbi Azərbaycanda Şəki kəndində anadan olmuşam. Biz gəlmişik Sumqayıta. Sumqayıtda yaşamışıq. Sumqayıtdan da gəlmişik Mingəçevirə. Bizim kənd Zəngəzurun Şəki kəndindən, Zəngəzur mahalına, Şəki kəndindən. Bu kənd elə bir Zəngəzurun elə bil ki, bir gözüdür, həmin kənd. Yəni Zəngəzurun bir gözüdür. Mən həmişə o gözümün qabağında, neçə illərdir o gözümün qabağından getmir. O kənd gözəl, səfalı, qəşəng bir kənd idi. Biz Zəngibasarda olurduq. Yaxşıydı, pis deyil idi. Uşaqlığım orada olub, böyümüşəm. Güllü, çiçəkli olub. Orada ailə qurub Şəki kəndinə getmişəm. Zəngəzuru mən özüm də istəyərdim görüm. Mən istəyərdim orada gedəm, yaşayam, təbiətindən bir maraqlanam. Atamın torpağıdır. Bizim nə dediyimi, dədə-baba torpağımızdır. O kənd heyvandarlıqla, taxılçılıqla məşğul idi kənd. Kənd cəmaatı özünün həyətyanı sahəsi də var idi. Həyətyanı sahədə hər cürə meyvələr, əsas da bu almalar, gilanar, belə meyvələr, armud. Bir nəfərin bir evdə 3 malı, 20 qoyunu ən azı olmayan. Yəni, hər cürə şərait var idi. Çox gözəl idi oralar. Səfalı idi, havası gözəl, özü gözəl. Yaxşı bağları var idi, meyvə bağları var idi. İstəyərəm ora getmək. Hara üz tutardın əgər ora getsən?
Şəki kəndinə. Gözəldir. Gözəl yaylıqları, yaxşı şəlalələri var oranın. Dönərəm Şəki kəndinə. Deyim ki, o şəlalədən Azərbaycanda mən özümüzdə götürəndə heç bir yanda elə hündürdü, elə gözəl. Şəlalənin bir tərəfi Qızılqaya deyirdik bizdə. Bir tərəfi ora düşürdü. Bir tərəfi də necə deyim, təbiətin ən gözəl bir mənzərəsində bir şəlalə biri var. Axım elə axırdı ki, şəlalə. Bütün şəlaləyə baxanda adamın gözü axırdı. 4 fəslin 4'ü də orada var idi. Qışı idi. Demək, may ayının 3-ünə, 2-sinə kimi, aprelin axırına kimi qar olurdu. Sentyabrda, oktyabrın axırlarında qar yağırdı, qalırdı. Qəşəng, hər yan ağappaq, gözəl. 4 dağın arasındaydı. O kənd Şəki kəndi 4 dağın arasındaydı və kəndin düz altından mənbəkdən, həmin mənbəkdən çay axırdı, çay gedirdi. Ora belə deyəndə Varatan çayı deyirdilər, güya ermənilər indi belə bir ad qoymuşdu. Ancaq əslinə baxanda orayla Bazar çayı idi. Ana, neçə vaxtdır Bakıdasınız? Artıq 30 ildən çoxdur. Bəli, 88-dən gəlmişik. Əziyyət verdilər bizlərə, çox əziyyət verdilər. Biz məcbur olduq, köçkün gəldik. 1988-ci ildə ermənilər tərəfindən Sumqayıtda qəsdən törədilən məlum qırğın və qıtışaşlardan sonra Qərbi Azərbaycanda öz doğma yurdlarında yaşayan soydaşlarımızın da həyatı dözülməz həddə çatdı. Mənəvi və fiziki təzyiqlərə davam gətirə bilməyən dinc sakinlər ev eşiklərindən perik düşməyə məcbur qaldılar. Mən fevral ayında Gəncədə dövlət imtahanı verirdim. Kənd Təsərrüfatı İnstitutunun qurtarmışdım, dövlət imtahanı verirdim. Mənim dəqiq yadımdaydı. Mən o ili fevral ayının 26-sında mən Zəngəzurdan gəlmişdim kənddən Gəncə şəhərinə. Orada mən diplom müdafiəsi eləyirdim. Orada dedilər ki, bəs Xankəndində nümayiş olunub, başlanğıcı elə oradan başlandı. Gəncədə söz, söhbət, cəmaatın nümayişi zadı. Həmin günü mən gəldim Sumqayıta. Çünki mənim bacım zadda burada yaşayırdı. Dedim, gedim Sumqayıta, Sumqayıtdan avtobusu var idi, Zəngəzur. Onunla gedəsiydim. Gəldim ayın 28-29-u səhər-səhər bura düşdüm Sumqayıtda. Sumqayıtda böyük qırğının içinə düşdüm. Necə? Demək, bunların gör nə qədər fırıldaqları var, özləri qəsdən, ermənilərin özləri bu qırğını qaldırmışdılar. Özləri, bu elə senariyaydı ki, Azərbaycanda bunu bilinmirdi ki, bu nə senariyadır bunlar qurur. Yəni 29-u mən orada iştirak düzdür, belə eləmişəm, yəni o nümayişin içində olmuşam. Orada da mənim şəkilimi çəkiblər. Bu şəkili çəkib, göndəriblər Zəngəzura. O vaxt Sumqayıt hadisəsi olandan sonra lap pisləşdilər onlar. Evləri yandırırdılar, qızlara, gəlinlərə sataşırdılar, çox əziyyətlər verirdilər. Mənim özümü, qaynənəm özü təndirdə saxlayırdı. Qucağımda bu körpə uşaqla. Məsələn, əjdərlə məni təndirə girirdim, uşağı qucağıma verirdi ki, sakitçilik olsun, birdən gələrlər. Elə yatdığın yerdə dururdun ki, partladı. Çox da zulüm verirdilər. Bir şey ki, mənim özüm təndirxanada qalmışam. Martda kəndə gedəndə mənə bir Əfqanistanda dostum var idi, yoldaşım. Mənə dedi ki, Əmir kişi, sən çalış ki, buradan ailəni də götür get. Sən Sumqayıtda iştirak eləmişsən. Mən o vaxt 2 dənə üzr istəyirəm, körpə uşaqlar idi, yoldaşım, həyat yoldaşım, atam, anam, balaca qardaşım, bacım. Həmin gecə mən maşınla tutdum, ailəmi gətirdim Corusdan Laçına keçirdim, Qubadlı yolunda, yazı düzü deyirdilər. O yazı düzünə sərhəddən keçdim. Mən keçmədim, daha doğrusu bunların hamısını keçirdim. Sonra Əmir bizi, ailəni, uşaqları bizi gətirdi Mincəçevirə. Bizi qoydu, təzdən öz anasının, atasını da alıncaq getdi. Mən qaldım atamla bərabər ki, atamı tək qoymayım. Atamla bərabər qaldım, o gecə əmim gəldi ki, bala, buradan çıxın, bu gecə evlərimizi yandıracaqlar. O da əmin dedi, hamısı sənin ucbatındandır.
deyəsən, sən Sumqayıtda iştirak eləmişsən. Halbuki Sumqayıtda düzdür. Mən o qrupada söhbət yox idi. Mən elə təzə düşəndə orada dava başlayırdı. Mən heç özüm də çaşmaş qalmışdım ki, bu nə söhbətdir. Orucovlar ailəsinin taleyinə yazılan ağrılar isə bununla yekunlaşmayıb. Hələ deportasiyadan əvvəl Əfqanistan müharibəsində iştirak edən Əmir Orucov Qarabağ savaşında da təcrübəli hərbiçi kimi döyüşlərə qatılıb. Sağlamlığını vətən uğrunda qurban verən Əmir Orucovun yolunu 2-ci Qarabağ savaşında oğulları davam etdirib. 1980-cı ildə mən hərbi xidmətə getmişəm, göndərilmişəm. Hərbi xidmətdə Əfqanistanda qulluq eləmişəm. 2 il Əfqanistanda, Qabulda qulluq eləmişəm. Döyüşün ən qızmar vaxtında. Yəni orada da həyatım, keşməkəşlərim çox olub, neçə dənə ölümlərlə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Orada da şəhidlərimizdə gedən Azərbaycan uşaqları da çox idi. Bu 88-də elə ki, ailəmi bu müharibə, bu iddialarla, ermənilərlə belə deyək, bizim müharibə başlayanda mən ailəmi gətirib Mingəçevi şəhərində məskunlaşdıq. Və orada mən bir Əfqanistan təcrübəsi kimi səfərbərliyə çağırılmışam və səfərbərlikdə də mən Ağdam üzərində döyüşlərdə, Ağdərə üzərində özüm komandir rot olmuşam, kapitan rütbəsində. O vaxt Ağdamın fərruğunda yaralanmışdı. Elə bil harasa girmişdisə oranı bombalamışdılar. 3 nəfər salamat qalmışdı. Hamımız həyəcanla pis gündəymişik. Demək, təmiz sakitləşəndən sonra vertolyotla gedib görüblər ki, dərənin dibində bir ağacdan nəsə sallanıb. Gedib baxıblar ki, bizim Əmir ağacdan belə sallaqlanıb, həm ürəyə getmiş haldadır da, nəfəs gedir, gəlir. O döyüşdə də bir sağ gözümü itirmişəm, özüm qəlpə yaraları qıçalarımdan almışam. Vertolyota qoyub aparmışdılar, xəstəxanaya qoymuşdular. Bizdə də mağar qurulub, belə itkin kimi məsələ xəbər verirlər də, zənci, hər yeri axtarmışıq, meyitxanaları, qardaşım, qaynatam, rəhmətlik, qaynım, hər yeri gəzdilər. Biz bu Əmiri tapa bilmirdik. Apararlar xəstəxanada. Orada aylar Əmir. Aylar incəvara hoşunu itirməz. Bacısı əhəmiyyətli də olur. Bacısının telefon nömrünü verər ki, bacıma zəng eləyin də. Xəstəxanadan həkimlər zəng eləyər bacısına. Deyərlər ki, bəs sənin qardaşın yaşayır. Döyüşdə yaralanan günü üzr istəyirəm. Mənim həmən bu şəhid oğlum anadan təzə doğuldu. Mən yaralanan günü bu da anadan oldu. Neçə il üstündən keçəndən sonra, bəli, həmin bu oğlum mənim o yarımçıq qoyduğum işləri davam elədi. 2 oğlum bu 44 günlük müharibədə, 2 oğlumu özüm öz əlimlə müharibəyə yola salmışam. Burada da mənə təşəkkür elədilər ki, Əmir kişi, bax belə hələ mənə nümunə gətirirdilər ki, cəmaata ki, görsən, 2 oğlunu birdən göndərir. Mən hər 2 oğlumu öz əlimlə göndərdim vətənə xidmət. Bunlar da şükür bu günə ki, bir oğlum noyabrın 5-də Qubadlıda tankda ağır bir kontüz aldı. Bir oğlum ayın 6-sında Şuşa əməliyyatında Daşaltıda şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugün nəinki bir evin, bir elin fəxri olan Tural Orucov uşaqlıqdan vətənpərvərlik hissləri ilə yoğrulub. Torpağa olan sevgi onu könüllü cəbhəyə aparıb. Azərbaycan ordusunun kiçik çavuşu olan Tural Orucov 2020-ci ilin sentyabrın 27-sində başlayan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Orucov qələbəyə bir neçə gün qalmış Şuşa-Laçın dəhlizində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Nümunəvi döyüş yolu olan igidimiz ölümündən sonra vətən uğrunda Qubadlının, Laçının azad olunmasına görə medalları, həmçinin 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib.
Vaxt yoxdur, biləməyəcək. Qəhrəman qazimiz Əjdər Orucov isə Xocavəndin Cəbrayılın azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalına layiq görülüb. Vətən müharibəsində biz iki qardaşımla bir yerdə, mən getmişəm. Mən çağırışından getmişəm, qardaşım könüllü gəlibdir. Qubadlının azad olunmasında iştirak eləmişəm. Cəbrayılda olmuşam, bir də Ağdamda. Vətən müharibəsində mən qardaşımdan ayrı idim. Qardaşım başqa istiqamətdə döyüşürdü, qranatomiyotikdir. Mən tankist idim. Tankla biz qabağa atmaq üzrə biz arxadaydıq. Amma qardaşım qabaqdaydı. Danışırdıq müharibə vaxtı qardaşımla. Yaxşı idi, salamatçılıq idi. Mən qardaşımın rəhməti şəhid olduğunu müharibə vaxtında bilmişəm, orada bilmişəm. Uşaqlarımın gözü idi Tural. O həmişə uşaqları sevirdi. Nəvələrimi, əsasda nəvələrimi çox istəyirdi. Çox əziyyətkeş uşaq idi. Həmişə ata-ananı fikirləşən evlad idi. O həmişə deyirdi ki, Allah qismət eləyər. Gedərəm, mən deyirdi, torpağımızı alaram, atana rahat olma. Elə bir ilahin qisməti idi. Bu müharibə başlayanda mən ona nə qədər elədim ki, Tural getmə də. Əjdər gedib, sən getmə. Dedi, yox, mama, mən də gedirəm. Gücüm mənə çatdı, Əjdəri saxlayamadım, məni saxlayırsan. Dedi, mama, narahat olmayıq. Durmuşam, çörəyimi, çayımı içmişəm. Mən gedəcəm. Allah qoysa gedib torpağımızı alıb gələcəm. Mən qardaşımla fəxr edirəm. Qardaşım mənim qürurumdur, qardaşım mənim fəxrimdir. Çox mülayim insan idi, çox gözəl insan idi. Qardaşım saf insan idi. O şəhid olubsa, mən ondan fəxr edirəm. Qardaşımla. Mənim yanımda da qardaşlar şəhid oldular. Mənə anladırdı, mənə deyirdi ki, mama, biz məktəbdəyik. İnanmırdım ki, döyüşdə olar. Demək, uşaq döyüşdəymiş, amma mənə demirdi. Mənə dedi ki, mama, zəng gəlməsə narahat olma. Elə olur, şəbəkə zad tutmur, narahat olma da. Şəbəkə olan kimi özüm səni yığacam. Demək, uşaq şəhid olubmuş. Şükünüydü, mənə xəbər eləyən yox imiş. Qardaşımın böyünə minamyot düşmüşdü. Əks tərəf atan minamyot. Düz ürəyinin başındaydı, buradaydı minamyotun qəlpəsi. Bir balaca da ağzım biraz patlamışdı. Ürəyimə elə bir danmışdı ki, mənə nəsə olub uşaqlarıma. Evə gəldim, gördüm ki, qız oturub divanın üstündə ağlayır. Dedim, ha qızım, nə olub, niyə ağlayırsan? Dedim, mama, qardaşım şəhid olub. Ata gedib qardaşımı gətirməyə. Mən də özüm şəhid olmasam da şahid oldum. Başımdan ağır zərbə aldım, amma döyüşümüzə davam elədik da, yəni. Hər şeydən keçərik, vətəndən keçmərik da, yəni. Biz intiqamımızı aldıq da, yəni. Mən, hansısa qardaşlarım vardı mənim bölümdə şəhid olan, amma mənim qardaşım da elə ki, başqa istiqamətdə şəhid olubdu. Vətən, yəni bizim üçün çox önəmlidir. Biz bu vətən uğrunda hər şeyimizi vermişik də. Atam qazi, qardaşım şəhid, özüm veteran. O vaxt yaralanmasaydım, bəlkə də bu orderlərdən oğlum kimi mən də alardım. Ancaq Allah qismət eləmədi. Bu prezidentimiz oğluma verib, bunu da mən bir qazi kimi öz ürəyimin başında bunu həmişə gəzdirirəm. Allah prezidentimizin canını sağ eləsin ki, qiymət verib. Qələbəni əldə edən əskərdir, zabitdir. O gedir, o sinəsini qabağa verir, o ölümə gedir və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan 8 noyabr 2020-ci il əbədi tarixdə qalacaq. Mənə bax bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra mən atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, tapşırıq yerinə yetirildi, məruzə edir Ali Başkomandan İlham Əliyev. Siz bir vətənpərvər ailədə dünyaya göz açmısınız, formalaşmısınız. Atanız, özünüz qazi, qardaşınız isə şəhid. Mənə maraqlıdır, belə bir insan üçün vətən anlayışı nə deməkdir? Ona necə bir tərif verərdiniz? Vallahi vətən anlayışı deyəndə dilini demək olmur. Biz onu hərəkətimizdən göstərdik. Vətən olan sevgimizi.
mənim üçün vətən yaşamaq deməkdir. Yəni vətən mənim üçün anadır. Vətən necə, yəni mən bu vətəndə doğulmuşam, mən bu vətəndə başa çatmışam. Neçə illərdir mən burada yaşayıram. Yəni necə ola bilər ki? Mən düzgün başa düşün. Çox insanlar deyir vətənə sevgi gərək ana qədər vətənə sevgi. Anadan da çox. Çünki hər şey oradan gəlir. Mənim üçün vətən gözəldir. Toxunmaz bir qüvvədir. Çünki o vətəndə mən bala itirdim. Bir balanı qazandım. Düzdür, Allah canlarını sağ eləsin. Yaxşı balam qayıtdı, sağ-salamat gəldi. Analar var ki, iki oğul evdən yola saldı, ikisini də şəhid verdi. Mən uşaqlarıma baxanda Turalı xatırlayıram, təskinlik tapıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerləri cənnət olsun. Lay lay dedib yatasan, qızıl gülər batasan, qızıl gülər... Əgər bir evdə hələ də körpə səsi gəlirsə, hələ də o evdə həzin layla eşidilirsə, deməli o ailədə yeni ümidlər, yeni arzular doğulur. Ən böyük inamımız isə işıqlı sabahlaradır. Doğma yurtda, Qərbi Zəngəzurda açacağımız səhərlər isə uzaqda deyil.